Hindistanda təcili iclas, Pakistana hücumdan sonra gərginlik pik həddə. Hindistanın baş naziri Narendra Modi New Delhidə hökumət üzvlərinin iştirakı ilə təcili iclas keçirir. Report xəbər verir ki, bu barədə Hindistan hökumətinin dəftərxanası məlumat yayıb. İclasda Daxili İşlər naziri Amit Shah, Müdafiə naziri Rajnath Singh və Modinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval iştirak edirlər. Modi qonşu Pakistana hava zərbələrinin endirilməsindən bəri heç bir açıqlama verməyib. Bundan başqa o xarici səfərlərini ləğv edib. Elə həmin saatlarda Pakistanın baş naziri Şahbaz Şərif Milli Təhlükəsizlik Komitəsinin təcili iclasını keçirir. Xatırladaq ki, Hindistanın hərbi hava qüvvələri Pakistanın mülki infrastrukturuna bir sıra zərbələr endirib, hücum nəticəsində ən azı 26 nəfər həlak olub.